rəqəmləri. 10 ədədi 62, 62 işlədik biz onu. 64'ten başlayaq o zaman. A10, 20, 64 B15. onu da eləyə bilərik. Altın, yəni Məncə eləyək bunda elədik axı, yoxsa B çap olunar. Məncə bunu da dedik, hə. Müəllim 65-i də elədi. 66, 65 də olundu. 2 dəfə 66 qaldı, hə? 66, yaxşı. 2 dəfə devr elədi. Hə. Bəli. 31 ədədi daxil olunur. Deməli 31-i 5-ə böləndə qalıq 1 edərmi? Edər. 31 5-ə 6 dəfə qalıq 1. 1 ödəsə digərinə ehtiyac yoxdur zaten. Ödəsə də ödəməsə çünki ordu. Y bərabərdir x bölsün 7. 31-i 7-yə böləndə tam hissə olur 4. X də bərabərdir x vurulsun y. 31 də 4-ə vuranda eləyər 124. Biz də elsə düşmürük və print x-i çap edir, 124 çap edir C variantı. O hansı məsələdir müəllim? 60, 66. 66. Səhifə 117-də 66 nömrə tapşırır. Hı -hı. Yenidən deyim. Yox müəllim, yox, deməyin. Hə. A25, B24. A-nı 7-yə böləndə qalıq B-ni 7-yə bölənəki qalıqdan fərqlidirmi? 25-i 7-yə bölsəm, qalıq olar nə qədər? 4 düşür də. 3, 7, 21, 4. Bəs 54-ü 7-yə bölsək nə düşər? 57, 54-ü 7-yə böləndə Da deməli, 7. 5 düşür. 7, 7, 49, qalıq qalır 5. Deməli 4 5-dən fərqlidir, düzdür? O zaman S olsun 8, olsun da. S bərabərdir A-nın üstünə, S-nin üstünə, yəni 8-in üstünə gələcəm. A faiz 8-i. 25-i 8-ə böləndə qalıq düşər 1. S-miz oldu 9. Elsə baxmadıq. A S-dən böyükdürmü? A-mız 25-dir, böyükdür. Bəli, bəs S B-dən böyükdürmü? 9 54-dən böyük deyil. Xeyr, böyük deyil. O zaman elfə düşürük. A-nı 10-a böləndə tam hissə 7-dən çox edirmi? A-nı 10-a böləndə, 25-i 10-a böləndə etmir. Tam hissə 2-də 7-dən böyük deyil. Elsə düşürük. S olur 10. S-dən də A çıxıram. S-dən də A çıxanda S 10-dur. Ondan da A çıxanda 25 çıxıram. Qalır mənfi 15. Doğru cavab C variantı mənfi 15. Yəni burada if ödəndiyi halda elifə elsiyə baxmırıq. İf ödənmədiyi halda isə elifə elsiyə baxırıq. N dəyişənin hansı ən kiçik natural qiymətində proqram fraqmentinin nəticəsi 100-dən böyük natural ədəd olar? Deməli biz burada nə edirik? Hansı ən böyük, hansı ən kiçik natural qiymətində olar? Fraqmentin nəticəsi 100-dən böyük olar. 100-dən böyük olması üçün deməli biz axırda n-i 2-yə vuracağıq. Yəni ən azından 50-dən böyük olmalıdır ki, onu 2-yə vuraq ki, nəticəmiz 100 olsun. 13 qoysaq, 13-ü 2-yə böləndə 0 etmir. 13-ü 3-ə böləndə deməli bu şərt ödənmir. LC-yə düşürük. N 52 olur, 100. Amma ən kiçik deyil də, digərlərini də yoxlayaq. 10 qoysaq, bu şərt ödəyir. Onda N 11 olur. 11-i 3-ə böləndə qalıq 0 etmir. Bunu da 2-yə vuranda LC-yə düşürük, edir 44. 44-ü 2-yə vuranda edir 88, 100-dən böyük eləmir. 10 ödəmir. 10 ödəmirsə 8-də ödəməyəcək. 12 12. ödəyir. 12-ni 2-yə böləndə şərt ödəyir. Bəli, 12 cütdür. N 13 olur. 13-ü 3-ə böləndə 0 etmir. 13-ü 4-ə böl vuranda edir 52. 52-ni də 2-yə vuranda edir 104. 13 də 12 ödəyir. Ən kiçik deyirsə, deməli biz 12-ni götürürük, zaten 16-ya baxmırıq. Deməli doğru cavab C variantı. Nəticəni müəyyən edin. A-nı B-yə böləndə qalıq 0-dan fərqlidirmi? A2, YB 7-dir. 2-ni 7-yə böləndə qalıq 0-dan fərqli deyil. Qalıq 2-dir. Elsə düşürük. A B-dən kiçikdirmi? Bəli. A B-dən kiçikdirmi? B-ni çap edirik. B-ni çap edirik. Sonra AB cəmi 5 edirmi? AB cəmi 5 etmir. 9 edir. LC-yə düşürük. D çap olunur. Cavab olur B, D. Bu da olur B variantı. Əgər burada N-də olmasaydı, onlar alt-alta çap olunardı. N-də olduğuna görə yan-yana çap olunur. Burada deyir ki, deməli, hansı qiymətləri daxil edək ki, nəticənin aşağıdaşlardan bunlardan heç vaxt nəticə olmasın. Deməli, bizim x-imiz hansı qiymətləri alır? X-imiz alır 20-dən
50-yə qədər özləri də daxil olmaqla. Yəni x kiçik böyük bərabərdir 20, kiçik bərabərdir 50-dir. Yəni x-in yerinə biz 20-dən 50-yə qədər 50 də daxil olmaq istənilən ədədi qoya bilərik. Y-imiz isə deməli 50-dən 150-yə qədər hər hansı bir Güzel. qiyməti alır. İndi gəlin burada ən böyücünü verək. Məsələn, x-a verək neçə? İstənilən halda x sıfırdan böyük bərabər olacaqdır. Ən kiçik 20 versək belə, o zaman bunun LC-sinə ümumiyyətlə baxmırıq. LC-sinə baxmayacaq. X-a biz nə verək? X-a ən böyük qiymətini verək. X-a verək 50-ni. X-a 50-ni versək, x 20-75-dən kiçik bərabərdirmi? Bəli. O zaman y-imiz olur 100. X vursun 2 dəfə 100. Və bu şərt istənilən halda ödəyir də. O zaman bunun da LC-sinə baxmırıq. X 20-dən kiçikdirmi? Bəli, x 20-dən x-a nə verə bilərik? X-a da, yox, x 20-dən kiçik deyil. X-a Vermişsiniz 50. 20-dən 50 vermişik, kiçik deyil. O zaman, amma burada x plus y istənilən halda ödənilir. X plus y, x-imiz 50-dirsə, y-imiz də 100 oldusa, maksimal qiymətində dedim də, cavab 150 eləyər. Yəni, ən böyücünü versək belə, hansı ki ən böyüyünü veririk, cavab 150-dən o tərəfə keçmir. Deməli, 150 seçmək olmaz da burada. 150-dən o tərəfə keçmir, deməli bizə hansını almaz deyir, deməli 153 almaz. Çünki ən böyücünü verdik axı biz. Ən böyücü 50 verdik, hələ 150 aldıq. Yəni ondan kiçik versək, təbii ki 150-dən kiçik alacaq. Yəni cavab heç vaxt 153 olmayacaq burada. Şimdi izah edə bildim. Yani X-imiz 256-dır, Y-imiz deməli 256 üstü 0.5-dir, yəni kök altında 256. Buradan çıxırıq 16. Y-imiz oldu 16.0. Y inteqrə bərabərdirmi? Qiymət olaraq bərabərdir, bəli. O zaman qiymət olaraq bərabərdir. Y-imiz olsun, deməli, Y-imiz olsun kök altında Y. Buradan da çıxacaq 4. 4.0. X-i Y-ə böləndə 0 edirmi? 16-nı 4-ə böləndə 0 edir. O zaman Y-in kvadratını tapaq. Y-in kvadratı da eləyəcək 16.0. İflər ödəndi deyə elfə, elsiyə baxmırıq. Amma axırda da x ilə y-i biz toplamalıyıq. Deməli, x-imizi aldıq son olaraq. 4. Yox, yox, y-imizi almışdıq. X-imizi nə almışdıq? Elə x 256-dır da. Yəni dəyişməli ki, biz y almışdıq. 256 ilə 16-nın cəmi eləyər 272.0. A variantı. Ən böyük natural qiymətində nəticəsi 1 olar. Ən böyük natural qiymətində nəticəsi n dəyişən hansı ən böyük natural qiymətində Pythonda yazılmış proqramın nəticəsi 1 olar. 790 qoysaq, deməli nəticəsi 1 olması üçün deməli bizdə n 75-dən kiçik olmalıdır. 790 qoysaq ən böyük deyir də. 790-ı gəlin 8-ə bölək görək. Bunun tam hissəsi nə qədər eləyir? 79 8-ə neçə dəfə düşür? 790 bölünsün 8-ə düşür 98. Deməli n-imiz buradan 98 olur. N də bərabərdir n minus n faiz 10. 98-dən də n-i 10-a böləndə qalıq 8 qalır da. 8 çıxanda n 90 olur. 90 75-dən kiçikdir, yox. Deməli, bu qiymət ödənməyəcək. 740-ı yoxlayaq. 740-ı qoyanda, deməli, 740-ı 8-ə bölək, 92 olur. 92-dən də 2 çıxacam. 92 faiz 12. 90, eyni şey olacaq. Ən böyükdür. 639-da vəziyyət nə yerdədir? 639-u 8-ə böləndə tam hissə 79 olacaq. 79-dan da 70 çıxanda qalır 79-dan da 9 çıxacam da. Yəni 79 çıxılsın. N faiz 10-da 79 faiz 19-da axı. Deməli burada nəticə 70 olur. 70 75-dən kimi ödəyir. Amma bizdə ən böyük deyir axı. Burada ödəyir. Amma gəlin görə digərlərini ödəyirmi? Çünki bizdə ən böyük deyir də. O zaman 659-u da yoxlayaq. 659-u 8-ə bölək, tam isə 82-dir. 82-dən də 2 çıxanda 80 qalar, 80 75-dən kiçik olmaz. 711-i yoxlayaq. 711-i 8-ə böləndə tam isə 88-dir. 88-dən də 8 çıxacam, 80 qalacaq. 80 ilə 75-dən kiçik deyil, ondan bu da ödəmir.
Deməli, onda 6. cavab olur C variantı 639. Python dilində yazım proqramın nəticəsini müəyyən edin. Deməli, A-mız 15, B-miz 12, C-miz 16. A-mız C-yə bərabərdir, A-mız 16-ya bərabərdir. C-miz də B-yə bərabərdir, C-miz 12-yə bərabərdir. B-miz də C vurulsun 12-yə bərabərdir. 12 vurulsun 12 edir 24-ə. A-mız da B bölünsün 2-yə bərabərdir. B bölünsün 24 2-yə böləndə A-mız oldu 12. C-miz A-ya bərabərdir. C-miz 12 oldu. B-miz də C-yə bərabərdir. B-miz də oldu. C-nin qiyməti 12 axı, axırıncı 12. İndi bunları topla. A plus B plus C. A-mız 12, 12, 12. Əgər texniki səhv etmədiksə, bunların cavabı eləyər 36. Nəticəni müəyyən edin. Deməli, x dəyişəni STR tipindədir. STR-i də 3-ə vuranda, deməli, integer vuranda 3 dənə 33 olacaq. 1 dənə, 2 dənə, 3 dənə. Deməli, cavab olacaq bu. Burada. Deməli, 44-ü böləcəm 4 üstü 4-ə. Deməli, belə olacaq. 44 faiz. Birinci mötərizənisini həll edirik. 4 üstü 4 nə qədər edir bizdə? 16. 4 üstü 4, 16. Tam bölünsün 4. 44-ü 16-ya böləndə tam hissə nə qədər düşər? 2. 4 üstü 4 16 eləməz Emel. Düz istəmir. Mən 4 siz necə düz yazmadınız 256 müəllim. düz istəyirəm. 4 üstü 256, bəli. 44-ü də 256-ya böləndə elə qalıq olaraq 4 qalır. 44-ün özü qalır. Onu da bəli 4-ə böləndə cavab olur 11. 11. Cavab 11-dir, bəli. Hər sözü neçə dəfə çap olunar? Hər sözün çap olunması üçün ya A 10-la böyük olmalıdır, ya B 14-dən böyük olmalıdır. Or olduğuna görə ikisi bəs olsa bəs eləyər. İkisindən biri olsa bəs eləyər. Amma ən olsa hər şey ödənməlidir. Deməli, A-nın yerinə 10, B-nin yerinə 10 qoysam, heç biri ödənmir. 10 ondan böyük deyil, 10 14-dən böyük deyil. Burada da 5 ondan böyük Heç deyil, biri də. ödəmir. Burada isə 10 ondan Ödəyir. böyük deyil, 14 ondan böyük deyil. Burada ödənir. 12 ondan böyükdür. Hətta 7 14-dən böyük ödənməsi də ehtiyac yoxdur. Burada ödənir. 5 ondan böyük deyil, amma 15 14-dən böyükdür. Burada ödənmir. Mənfi 5 ondan böyük Ödənmir. deyil. 7 14-dən böyük deyil. Burada ödənir. Mənfi 2 ondan böyük Ödənir. deyil, amma 17 14-dən böyükdür. Burada ödənir. Hər ikisi hətta ödəyir. Orada da Burada ödənir. ödəyir. 15 ondan böyükdür. Burada da ödəyir. Alırsın. 1, 2, 3, 4, 5, 6 dəfə. 6 dəfə H sözü çap olunar. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, x1-in qiyməti 20-dir, x2 12 plus x1-dir, 12 plus 20 deməli eləyir 32. x3 bərabərdir, x1-i vurur x2-yə. x1-i 20-ni vurur 32-yə. 20 640. 640, bəli, cavab oldu 640. X2-də isə 5-i x2-yə vurur. Deməli, 5-i də 32-yə vuranda eləyər 60. Burada isə x1-dən x2 çıxır. x1-in son qiyməti nə idi? Görün, baxım, görüm. x2, x2. 4 80 oldu. Yox, x1-dən x2 çıxır. x1-in qiyməti 20-dir axı. x1 dəyişməyib axı. 20-dən çıxır x2-ni 160-ı. Düzdürmü? Normalda Evet. dəyişənimiz bu da eləyir mənfi 140. x1-imiz 140-dır. Bunları da toplayır. Deməli, x2 ilə x2 160, bu da mənfi 140. Burada qalır 20. Üstünə də 640 gələndə, əgər texniki səhv etmədiksə, cavab 660 eləyir. Elə olmadı. Topladıqda üçün 640, Bəli, müəllim düzdür. bəli. Mənfi 33 qoyduq. M bərabər olur müsbət 33-ə. Çünki burada moduludur da 33-ə. 33-ü 3-ə bölsəm qalıq 0 edərmi? Bəli, edər. Yox, 0-dan fərqli edərmi? Etməz. 33-ə böləndə qalıq 0-dır. Amma 33-ü 2-yə böləndə 0 edərmi? Etməz. 33-ü 2-yə böləndə edər axı. Mən 3-ə də 33-ü 3-ə böləndə 0 etmə fərqlidir? Yox, fərqli Fərqli deyil. deyil də, yəni 0-dır. 33-ü 2-yə Aha. böləndə 33 2-yə neçə dəfə düşür? Deməli, Elsiyə keçirik də. yo, müəllim, hə, 32-yə 0 eləmir də, yəni cüt deyil, hə. Eləmir, müəllim, Yəni eləmir. birbaşa LC-yə düşürük və string 3 çap olunur. Cavab oldu 3. 3 çap eləmir. M-in cəmi K-dan kiçikdirmi? 8 kiçikdirmi 9-dan? Bəli, o zaman K-nı 9-u böləcəm N-in fərqinə. Yəni 6-dan 2 çıxanda 4-ə. 9-u da 4-ə böləndə
Tam hissə düşür 2. İki. Bəli, 2. Gəldik bura. B bərabərdir STR N. Bunu dırnaqda yazacaq. Ln B faiz 2. Sıfırdırmı? Yəni bunların cəmi sayı cütdürmü? Baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8. Şərt ödəyir. Onda C bərabərdir. B ln B bölünsün 2. Bu neçə tapmışdıq? 1, 2, 8. 3, 4, 5, 6, 7, 8-dən 2-yə 2'ye böləndə bölü hamısı 4. 4. 4'ten 4-dən bir de 1 çıxanda çıxırıq 3. eləyib 3. B3. Deməli, B-nin üçüncü elementi nədir? Baxaq. 0, 1, 2, 3. B-nin üçüncü elementi dırnaqda 7-dir. Çünki STR çevirmişik axı. Elsə düşmürük. Bu da int C vurusun 2. 7-ni də 2-yə vuranda eləyir 14. Amma bunu integerə çevirməsəydi, bu int olmasaydı, dırnaqda 7-ni 2-yə vursaydı 7, 7 olar. Aydındır? Evet. 34 qoydum yerinə. 34-ü 10-a böləndə qalığımız 4. 4 böyükdürmü? 34'ü ona böləndə tam hissədən 3'dən. Bəli. O zaman A'mız olur 34'ü 2'yə böləndə 17. 17 5'ə bölünəndə qalıq nə qalır? 17 5'ə bölünəndə qalıq qalar 2. Bəs 17 5'ə böləndə tam hissə nə qalır? Tam hissə qalır 3. 2 3'dən böyük deyil. O zaman düşürəm bura artıq girmirəm. 17-ni 8'ə böləndə tam hissə düşür 2. 17-ni 8-ə böləndə qalıq qalar 1. 2 birdən böyükdürmü? Bəli. A-nı 3-ə bölürəm. A 17 idi. 3-ə böləndə 5 olur. A-nın üstünə 5 1 gəlirəm. Eləyir 6. Deməli, klaviaturadan daxil edilib. Deməli, burada int Ben əmri olma. Buyurun müəllimə. hiç ben onu elədim İnt deyil. olmadığına görə dırnaqda olacaq o. Lena faiz 2 sıfırdan fərqlidirmi? Görək mən bunun cəmi təkdirmi? 1, 2 say üzrəsən. 1, 2, 3, 6. 5, 6. Şərt ödənmir. Şərt ödənmirsə artıq bu içərilərə girə bilmirik. Gəldik bura. Deyir ki, deməli A Lena bölünsün 2. Deməli, Lenanı 2-yə böləndə 6 tapmışdıq da, düzdür? Bəli, 6'nı bölür 6-nı 2'ye. 2-yə böləndə düşür 3. 3. Dən bir 3'ten çıxanda de 2. çıxırıq. 2. Deməli, Lena Len ada 6-dan 6'dır. 2-yə böləndə düşür 3, üstə bir yenə 4. 6'nı bölür 2'ye. Deməli, 2-dən 4-ə 2-dən 2'den 4 4'e hansı olur? 2, 3 olur. 0, 1, 2, 3. 3. Olur 63. Yəni qarşısında int olduğuna görə bunun tam hissəsini götürdük. K-mız oldu 63. Elədirmi? Bu K-mız oldu 63. S-dən K-nı toplayırıq. S-imiz də bizim 0 idi, olur 63. Int K. Deməli bizim int K yazmağa ehtiyac varmı burada? Çünki zaten bizim K-mız int olub da, o nə ehtiyac var int K yazmağa? Yəni nəsə qarışdırırıq. Çünki normalda K bərabərdir 63 ədəd olaraq 63-dür də. Çünki e, qarşısında int var. 63-ü 2-yə böləndə 1 edirmi? Edir. O zaman S-in üstünə gələcəm. 63-ün üstünə 4 gəlir 67. Zəhmət olmasa sizdə baxın. Ola bilər ki, mən hardasa nəsə unuda bilərəm. 67-dirmi bunun cavabı? Baxaq. X Y-dən kiçikdirmi? 2 8-dən kiçikdirmi? Hə. Z X-dən kiçikdirmi? 2 2-dən kiçikdirmi? Yox. Ödənmir. Düşürəm LC-yə. Deməli, Y-i bölürəm. Y-imiz nədir? 8. 8-i bölürəm. Z-də 2-yə düşür 4. 4-ün də üstünə X gəlirəm. Olur 6. 6. Cavab olur 6. 67 çıxırsın. 35. 33. Deməli, A bərabərdir A-dan 33-dən çıxacam 30-u. 5-i 6-ya vuracam 30-u. 3. A-mız 3-dür. A B-dən kiçikdirmi? 3 5-dən kiçikdir, hə. O zaman C bərabərdir 15-i vuracam. Deməli, A-5. A-mız bizim neçə oldu? 3 oldu. 3-dən 5 çıxanda nə qalır? Mənfi 2. Bunu vuracam mənfi 2-yə. Sonra onu da vuracam B plus 3-ə. 8-ə. 15-i 2-yə mənfi 2-yə mənfi 30. Cavab oldu mənfi 240. Mənfi 84'te mən 5 elər cavab. 5.
Bəli. Bu bir dəqiqə Bəli, baxaq. müəllim. Orada 3, 15 var. 3 olmalı axı. A qiymət 3 idi. 84, Biz 84. müəllim. Gəl bir də baxaq. Deməli, A bərabərdir A çıxılsın, 33 çıxılsın, 6 5 vurulsun B, 30. 45 çıxaq 40 olmalıdır orada. Cavab 5 Qaldı, olur. qaldı 3. A'nın A qiyməti birdən 3. kiçikdirmi? 15'i 2'ye vuracağıq. Bir dəqiqə. Keçəcək elsiyə. 5-dən niyə? 3 5-dən kiçikdir ki, o C-ni eləyir. C həll eləyirik müəllim. Həll O da eləyirik. həll 15-i eləyirik, 5 eləyir. Bəli. vururam 15-i A'ya. vururuq Hə, A'ya. sorry. O 15-i A'ya vururam. 3-ə vururam. Hı. O eləyir 11, 45. 45. 45 Çıxırıq, 5-i hə. 8-ə vururuq. 5 B'nin də 8-ə vuranda qiyməti 40. 5. 40 çıxıram 5 qalır. Düz deyirsiniz də. Mən səhv Üç. elədim. Əməllər sırasını gözləmədim. Deməli A5, B -5. A minus B fərqi sıfırdan böyükdürmü? 5-dən -5 çıxanda eləyir nə qədər? 10 eləyir. 5 minus 5, 5 minus -5, 5 minus 5 10. Bəli, ödəyir, şərt ödəyir. O zaman B minus A fərqi -5 minus 5 olur -10. Sıfırdan böyük deyil. Bu if ödənmədi. A plus B fərqi sıfırdan kiçikdirmi? Fərqi sıfır eləyir. Cəmi Yox. sıfır etmir. A plus B cəmi sıfıra böyük bərabərdirmi? Bəli. Şərt ödənir deyə 3 3-ü çap çap edir. olunur və digərlərinə də artıq baxmırıq. Bəli. 10 dəfə icra olunarkən ardıcıl olaraq bu qiymətlər olursa, neçə dəfə A çap olunar? A-nın çap olunması üçün deməli ya X 3-dən kiçik olmalıdır, ya da Y Z-dən böyük olmalıdır. İndi gəlin qiymətləri qoyaq yerinə burada. Birinci 4-dür. ödəyir. Birinci ödəyir. Birinci kiçikdirmi? Deməli 1 qoymuşuq 3-dən. Hə. Sonra İkinci də ödəyir. ikinci də ödəyir. 3 3-dən kiçik deyil, amma Deyil. -5 Böyük deyəcək də. böyük deyil, ödəməyəcək burada. Ödəmir. 5 qoyanda 5 3-dən Ödəmir bu da. deyil, bu da böyük deyil. Bunu qoyanda bu ödəyir. Ödəyir. Bunu qoyanda 0 3-dən kiçikdir, ödəyir. O da ödəyir. -16 3-dən kiçikdir, ödəyir. Ödəm. 8 Ödəm. 3-dən kiçik Burada deyil, ödəmir. burada ödəmir. 24 ödəmir. kiçik deyil, amma 0 da 4-dən böyük Ödəmir. deyil, ödəmir. Burada da Burada da ödəmir. ödəmir. İndi neçə dəfə o pürüsümüz oldu? 1, 2, 3, 1, 4, 2, 3, 4, 5, 6 5. dənə. Necə 6? Mən səhv elədim onda. 1 5 burada, müəllim. burada 3, 5 4, oldu. 5. 11, 15, 5. 11, 15. 5, 5. Bax, biri bu. Mənim 2, axırıncıda ödədi 4, axı. 5. Niyə? Önce 11. ödəmir müəllimə. Niyə orada 15 11 böyük 5 qoyanda. deyilsə? 15 3-dən böyük deyil. Ay yox, Y, Bir dəqiqə, 15 15 böyükdür də Z-dən müəllim. böyükdür, düz deyir də, böyükdür. 6 6 dənə, 6 dənə. Düz, bəli. Deməli, A-mız 15-dir. 15 kiçikdirmi B bölünsün A-ya. 65-i 15-ə bölünənə düşər. 4 tamamda 5. Yəni 15-dən istənilən halda ödəmir də, şərt ödəmir. ödəmir, yox, ödəmir Burada müəllim, yox. istəyirəm elsiyə. A-mız olur 20. A 20 böyükdürmü B-ni 5-ə böləndə? 65-i 5-ə böləndə 13 düşür. Düzdürmü? 13. Hə, şərt ödənib deyə B olur, B-dən A çıxmaq. Bizim B-miz 65-dir. Ondan da çıxıram A-nı. A-mız da bizim neçədir? A-mız 20 idi də müəllim. 20 idi də. Müəllim. 20 çıxacaq. Qalacaq 45, 45 45. və digərlərinə baxmırıq. Deməli, A faiz 10 fərqlidirmi? 97-ni 10-a böləndə düşər 7. 7 fərqlidirmi? Fərqlidirmi? 7 fərqlidirmi? 3-dən, bəli. 3-dən, hə. O zaman S 5 olur. S olur. 5 üstə gəlsin üstə A gəl. faiz B. 97 bölək 38-ə. Qalıq nə qədər qalır? 21. O Bir da dənə eləyir 38-in 5-in üstünə 26. 38-in 66 21 qalır, hə? Deməli, 26 21 ilə də toplayırıq 5-i 26. hə də 21 qalır. Bunların Bəli. cəmi bizə 26 verir. S-miz 26-dır. S böyükdürmü A-dan?
26 böyükdürmü 90? Yox. Biri ödəmizə baxmıram çünki ənddir. B faiz 5 kiçikdirmi 6-dan? 38-i 5-ə böləndə qalığımız 3 qalar. 6-dan kiçikdirmi? Kiçikdir. O zaman A bərabərdir. A-nı vuraq 5-ə. 97-ni vuraq 5-ə. 5, 7, 35, 3 yadda. 45, 48. C də bərabərdir. C faiz A. Bizim C'miz nə oldu? 26 olmuşdu. Onu da A'ya böləndə qalıq elə onun özü olur. Olur 26. Elif ödədiyinə görə Elsə baxmırıq. Prinsisə 26. Əgər texniki səhv etmədiksə burada 26 olur. Bəli, 26 deməli. 9 dəfə icra edilmiş dəyişən növbəli aşağıdakı dəyərlər daxil edilmişdir. Neçə dəfə hər çap olunar? Hər çap olunması üçün S 5-dən böyük olmalıdır. T 6-dan böyük olmalıdır. ST cəmidə cüt olmalıdır. İndi qoyaq yerinə. S 5-dən böyük olmalıdır. Aha. Bunlar Böyükdür. ödəyəcək. Bunların da cəmi 2 cüt ədədin cəmi cüt ədəddir də. Düzdürmü? Bu ödəyəcək. Burada bunlar Cəmi böyükdür. Bu da 11 cəmi də versə cütdür. 18-də Burada düzdür, ümumiyyətlə cüzdür. cəmi təkdir. Getdi bu. Cəmi təkdir. Böyük deyil. Heç bir böyük deyilsə yox. 10, 12, 22. Deməli 10 böyükdür 5-dən, 12 böyükdür 6-dan, cəmidə 22 ödəyir. Burada mənfi söhbəti var, ödəmir. Cəmi bu da ödəyir, bu ödəmir. Deməli 10 böyükdür, amma 6. olsa 6 6-dan böyük deyil, ödəmir. Neçə Böyük deyil, oldu? ödəmir. 1, 2, 1, 2, 3, 3, 4 4 dəfə. dənə. 4 dəfə oldu. Ən kiçik qiymət deməli deyir ki, ən kiçik ədəd daxil edilərsə, nəticə 8 olar. Deməli, Python ilə yazmış proqram icrası zamanı klaviaturada hansı ən kiçik natural ədəd daxil edilməlidir ki, nəticə 8 olsun. Nəticənin 8 olması üçün ya burada bu olmayacaq. Çünki burada 8 olması üçün 5-in üstünə gərək 3 gəlir. Gərək 3-ün üstünə 5 gələsən. Onda A gərək 5 olar. 5 də olsa 5 6-dan böyük olmur axı. Ona görə bu birinci ödənmir. Görək biz hansına gedirik. LC-də A-dan deməli axırda istənilən halda biz A-nı 2-yə vurmalıyıq. Deməli burada Dörd ədəd A olmalı. 4 olmalıdır ki, 4-də gəlməliyik. İndi burada LC-də A-dan 5 çıxaq. A-dan 5 çıxanda deməli sonra o A-dan 5 çıxmalıyıq. Sonra aydın məsələ ki, oje 5 çıxanda ondan kiçik olacaq. Sonra onun üstünə 3 gəlməliyik. 3 gəlməliyik. Mənfi 16. 3 gəlməliyik. O 4 eləsin. Nədən 5 çıxıb üstünə 3 gərək 4 eləsin ki? Deməli burada nədən 5 çıxaq? 4, 8. Deməli burada hansı qiymətində olar? Deməli ən azından Həm 9 olardı. 9-dan 5 çıxacaq, 4 qalacaq. 4-ü də 2-yə vurur, 9 olsa 8. axı 9 altdan böyütür şərti ödəyər. Onda A olar 12. A 12, 12 də ondan böyük kiçik olduğuna görə A olar 15, 15-də 2 varsa 30 eləyər axı. 9 olmaz. A böyükdür 6 ödəməz, ödəməməlidir. Ödəməməlidir, o ödəmir. Onda A-ya gəl 6 deyək hələ. A-ya 6 desək, 6 6-dan böyük deyil. Gəldim bura. A-dan 5 çıxaram. 6-dan 5 çıxaram, qalar 1. Elə budur da. 1 ondan kiçikdirmi? Hə, burada A-mız olur 1, 4, 4-də 2 onda 8. Deməli 6 qiymətində. Ən kiçik 6. Çünki biz niyə? 7 ola bilməz. 7 olsa 7 6-dan böyük olar. A-mız olar 10. 10 ondan kiçik olmaz. LC-yə düşərəm. A-nı olar 2, o da 4 eləyər. Deməli 6-da ödəyir də. 6-da Bəli. 5-də ödəməz. Çünki 5 6-dan böyük deyil. Hə, düşürəm deməli LC-yə A-mız olar 0. Burada A0 ondan kiçikdir. A-nın üstünə 3 gələrəm, eləyər 3, 0-da 3 2 vuraram 6. Amma bizdə 8 olmalıdır. Deməli qiymət 8, 6 qiymətində müəllimlər. Aydındır? Müəllim, mən bir dənə çaşıb demək birinci 8-i verdim ora. Mən nəticədə 6 Yox, aldım. yox, 8-i yox.
Deyir ki, axırda, bax Yox, burada biz printer elə var ha. necə Yəni elə deyir axırda deyir da ki, bütün əməliyyatlardan sonra ekrandan çıxan, printdən çıxan cavab 8 olsun, onu deyir. sonra 8 olmalıdır. Ermənidə də tərslikdən bilmədim birinci dəfə eləyəndə. 8-i daxil elədim. Gəldi sonda 6 alındı. Sonra tərsi çevirdim 6-nı yuxarı qaldırdım ki, mən oxudum ki, nəticəni elə tapdım ki, 6 idi elə. Bəli. A6, B1, C4. M bərabərdir A. M olsun 6. B A'dan kiçikdirmi? 1 6-dan hə. O zaman N'imiz olsun B. Olsun da N oldu 1. C N'dən kiçikdirmi? C'miz neçə idi bu? 4 idi. Deyəsən 4'dür 1. 4 də hə. Bəli. 4 kiçik deyil. O zaman A M'dən kiçikdirmi? A'mız bizim nədir? A'mız 6'dır. M'miz də 6'dır da. M A'ya bərabərdir. Yox. Şərt ödənmirsə digərinə üçün baxmıram. Çünki ənddir. Düşürəm bura. B M'dən kiçikdirmi? B'miz nədir son olaraq B'miz? B'miz 1'dir. M'dən kiçikdir. Bəs B N'dən böyükdürmü? B'miz 1'dir. N'imiz də 1'dir. Yox. O zaman LC'ye gelir. RS olsun. S'miz de son olarak 4 idi de. N 4 oldu. Aha. Geldi bura. Ne uzun şey yazı var. M'i vurur 100'e. Biz M'i ne takmışıq? M'i 6 takmışıq. 600. Üste gelsin R'i 10'a vurur. 4 takmışdık. 40. Üste gelsin N. N'imiz neydi? 1. Bu edir 641. Sonra Z bərabərdir. N'i 100'ə vurur. N 1 idi. Edir 100. Üstə gəlir. Eri 10'a vurur. 10. Üstə də M gəlir. M nə idi? M'imiz də 6 idi. 116 da bu eləyir. Sonra da bunları toplayır. 7, 5, 7. Əgər texniki səhv etmədiysə burada cavab 757 alınır. Yox, mənim 787-dir belə cavab. Son birdə. Ola bilsin səhv hesablamışıq da. Gəl baxaq bir də. 787-dir cavabda. Bir də hesablayaq. Demək yuxarıda biz Deməli, nə- A'mız 6, B'miz 1, C'miz... Mən o C'ni 4 görürəm burada. Yəqin ki 4. 4-dür müəllim, C4-dür, bəli. Hə. B A'dan kiçikdirmi? 1 6'dan kiçikdir. Yox, hələ bura bax. M 6'dır. Bax, M olsun A. M olsun 6. B A'dan kiçikdirmi? 1 6'dan kiçikdirmi? Hə. N'imiz də olur B. N'imiz də olur 1. Gəldik bura. C N'dən kiçikdirmi? 4 kiçikdirmi N'dən? 1'dən yox, ödənmir. A M'dən kiçikdirmi? 6 kiçikdirmi 6'dan yox, ödənmir. B M'dən kiçikdirmi? B'miz bizim neçə idi? B'miz 1'dir. 1 6'dan kiçikdir. Bəs B N'dən böyükdürmü? 1 böyükdürmü? 1'dən yox. Bu da ödənmir. O zaman İki R ise. R oldu S. R oldu 4. Y bərabərdir. M'i 6'nı 100'ə vuranda 600. R'i də 10'a vurdum. 10. R 4'ü idi axı. Mən 1 qoymuşum. 4-dür, 40-dır. 40. Üstə gəlsin N. 1. Bu elədi 641. Z-də bərabərdir. N'i 100'ə vurdu. 100. R'i 10'a vurdum. R'imiz bizim 4'dür. 40. Üstə gəlsin M. M nədir? 6. 646 eləyir də. Yox, 146. 146. Bunların da cəmi 7, 8, 7, 87'dir bunun cavabı. Elədir. İcra nəticəsində Z35 alınmışdır. İkisini ala biləcək ən böyük qiyməti tap. Z35 alınıbsa, deməli X ilə Y vurur bir-birinə Z-də 35 alır. Deməli burada 7 ya 5 7 5 olmalıdır. X-in ala biləcəyi ən böyük qiymət, ala biləcəyi ən böyük 2 rəqəmli. Deməli onda X-imizin ala biləcəyi ən böyük 2 rəqəmli ədəd olmalıdır 97. Niyə? 97 olmalıdır ki, X-a mən ən böyük 97 verim ki, X bərabər X faizi onda axı buradan 7'ni alım da. X-i 7'ni alım. Y-in də ən böyük qiymətini deyim, o da 95'dir. 95'dirsə 95'i də ona böləndə 5 düşsün, bunları vurum 35 eləsin. X-in ən böyük qiyməti 97'dir. Çünki 2 rəqəmli deyir ha. Axırı 7 ilə qutaran ən böyük rəqəmləri tapaq da 97'dir. Aydındır? Bəli. E dəyişənin hansı ən böyük üst rəqəmin orta qiymətində proqramın nəticəsi 1 olar. Proqramın nəticəsi 1 olması üçün n 45'dən böyük olmalıdır və n 63'dən kiçik olmalıdır. Deməli burada
n 46 46 62 aralığında nəsə bir şey almalıdır. Deməli, ən ən böyük 3 rəqəmli qiymətində. Deməli, burada biz normalda n-i 10-a bölüb ondan sonra deməli 10-a bölüb 3 rəqəmli deyirsə, deməli 10-a bölüb axırıncı rəqəmi ilə 10-a bölüb deməli ikinci rəqəmi ilə deməli 10-a bölüb axırıncını tapmalıyıq. 10-a bölüb tam hissəsi də olmalıdır ilk 2 dənə. Axırıncıdan ilk 2 dənə çıxmalıdır. Axırıncıdan ilk 2 dənə çıxmalıdır ki, mənfi olsa da eybisi var da orada. Ondan nətər olar? Axıra bölüb ən böyük 3 rəqəmli. 3 rəqəmli bir ədəd deyək. X, Y, Z. X, Y, Z.